Azərbaycan dili dərsliyinin 84-cü səhifəsindəki tapşırıqlarımızla, dərsimizlə davam edirik. İlk öncə gəlin A tapşırığına baxaq. A tapşırığına keçən dərsdə məlumat aldığınız rabitə vasitələrinin hansı çatışmazlıqları var idi? Onları müasir rabitə vasitələri ilə müqayisə edin. Deməli, keçən dəfə biz keçdik ki, qasidlər və çaparların vasitəsilə məlumatı çatdırmaq lazım idi. Çatdırırdılar daha doğrusu. Bu isə günlərlə, həftələrlə vaxt demək idi. Ona görə də lazım olan məlumat lazımi vaxtda çatdırılmaya da bilərdi. Digər vasitə, informasiya çatdırmaq üçün istifadə olunan vasitə tonqallar idi. Bu da hava şəraitindən asılı idi. Yəni yağış, külək kimi faktorların baş verərsə, tonqalla da məlumatı çatdırmaq bir növ əlverişli deyildi. Digər tərəfdən poçt göyərçinlərindən istifadə olunurdu. Bu isə göyərçinlər müəyyən istiqamətə, yəni eyni istiqamətə öyrəndikləri üçün ancaq bir xətt üzrə belə deyək, uça bilirdilər. Bu isə ölkənin məsələn müxtəlif yerlərinə hava vasitəsilə, göyərçinlər vasitəsilə məlumatın çatdırılması əlverişsiz idi. Daha sonra Fransız alimi Claude Chap helioqraf cihazını hazırladı. Bu cihazın işləməsi isə günəşdən asılı idi. Bu deməkdir ki, ya qaranlıqda və ya tutqun havada günəş görünməyən vaxtı müəyyən məlumatın çatdırılması mümkün deyildi. Gəlin teleqrafın ixtirası mətnini oxuyaq və görək teleqrafın ixtirası biz cəmiyyətdə nələrə, hansı dəyişikliklərə gətirib çıxartdı. Elm inkişaf etdikcə insanlar yeni, daha rahat və mükəmməl bir rabitə vasitələri haqqında düşünürdülər. Bir çox sahələrdə olduğu kimi rabitədə də elektrikdən istifadə alimlərin köməyinə gəldi. Bu dövrdə bir neçə alim elektrik siqnallarının naqillər vasitəsilə uzaq məsafəyə ötürülməsi üzərində çalışırdı. Beləliklə, elektrik teleqrafı deyilən qurğu ixtira edildi. Çoxlu miqdarda naqillər vasitəsilə qəbul edici cihaza elektrik cərəyanı göndərilirdi və bu da cərəyan cihazdakı oxları hərəkətə gətirirdi. Oxların hər bir hərəkəti müəyyən hərfi bildirirdi. Beləcə, informasiyanı qəbul edən tərəf sözləri, cümlələri oxuyurdu. Lakin o dövrdə elektrik teleqrafının bəzi çatışmazlıqları var idi. Bu da müxtəlif hərfləri işarə etmək üçün çoxlu naqillərdən istifadə etmək lazım gəlirdi. Bundan başqa o informasiyanı yazıya almırdı. Bu səbəblərə görə hələ ki elektrik teleqrafı Avropada geniş yayılmış optik teleqrafı üstələyə bilmirdi. Bu problemi Amerikalı rəssam və ixtiraçı Samuel Morse həll etdi. O, 1837-ci ildə tək naqilli elektrik teleqrafı, bir neçə il sonra isə informasiyanı yazıya köçürən kod sistemi ixtira etdi. Bu kod sistemi Morse əlifbası adı ilə tarixin yaddaşında qaldı. Morsenin elektrik teleqrafı 3 hissədən ibarət idi. Siqnalı ötürən hissə, qəbul edici hissə və onların arasındakı elektrik xətti. Elektrik xətti elektrik siqnalı qəbul ediciyə ötürülür, kağız lent üzərində qısa və uzun cızıqlar, nöqtə və tirelər əmələ gətirirdi. Bu nöqtə və tirələrin müxtəlif kombinasiyaları ayrı-ayrı hərfləri və rəqəmləri işarə edirdi. 1844-cü ildə ABŞ-ın paytaxtı Vaşinqtondan Baltimora qədər 64 kilometr uzunluğunda ilk teleqraf xətti çəkildi. Bu xəttlə göndərilən ilk mesaj bir cümlədən ibarət idi. Gör, Tanrı nələr yaradır. Bu hadisə dünya rabitə tarixində teleqraf erasının başlanğıcı hesab olunur. Tezliklə Morsenin teleqraf sistemi hörümçək toru kimi dünyanın bir çox ölkələrini əhatə edir. Hamını bir sual düşündürürdü. Görəsən, Avropa ilə Amerika arasında teleqraf rabitəsi yaratmaq olarmı? Axı bu qitələr arasında Atlantik okeanı kimi nəhəng su hövzəsi var idi.
belə bir xətti çəkmək üçün 3000 ton ağırlığında mis məftil lazım idi. Bundan başqa, okeanın dibi ilə elektrik xətti çəkmək hamıya fantastik ideya kimi görünürdü. Lakin 1858-ci ildə dünyanın ən iri rabitə və nəqliyyat şirkətləri bir araya gələrək bu problemi həll etdilər. Əvvəllər Avropadan Amerikaya məktublar gəmi ilə ən azı 20 günə çatdırılırdı. Teleqraf xətti çəkildikdən sonra buna bir neçə dəqiqə vaxt lazım gəlirdi. Sonralar müxtəlif dənizlərin dibindən belə xətlər çəkildi. Beləliklə, teleqraf ölkələri və qitələri bir-birinə yaxınlaşdırdı. Morze kodu və teleqraf sistemi optik teleqrafı əvəzlədi. Rabitə sahəsində inqilab yaratdı. Artıq hər hansı ölkədə baş verən mühüm bir hadisə haqqında bütün dünya az müddət ərzində xəbər tuturdu. 19-cu əsrin ortalarından başlayaraq teleqraf 100 ildən çox dünya rabitə sistemində hegemonluq etdi. Belə, mətnimizi bitirdim. İndi söz mücrüsünə diqqət yetirin. Naqil, cərəyan, hövzə, kombinasiya, hegemonluq sözləridir. Naqil, dəyərli izləyici, elektrik cərəyanının səsli, istiliyi və sairini öz daxilindən keçirən cisim keçiricidir. Rus dilində provod olacaqdır tərcüməsi. Cərəyan, elektrik yükünün hərəkəti, elektrik enerjisi, tokdur. Daha doğrusu Rus dilində cərəyana tok deyirik. Hövzə isə suları özündə toplayan relyef tipidir. Su ilə dolu olan çökəklikdir. Kombinasiya isə müxtəlif elementlərdən bu və ya başqa qayda ilə düzülüşünü birləşdirilməsidir. Hegemonluq isə birincilik, rəhbərlik mənasında işlədilmişdir. İndi sözlərin tərcüməsini yazıram. Sözlərin tərcüməsini, daha doğrusu söz mücrüsündəki sözlərin tərcüməsini göstərdim və qeyd edə bilərsiniz. Keçək növbəti tərz tapşırığımıza. Deməli, B tapşırığında deyir, mətndə göy rəngdə verilmiş cümləni şərh edin. Bu cümlədə hansı söz məcazi mənada işlənmişdir? Göy rəngdə cümləni daha doğrusu oxuyuram. Beləliklə teleqraf ölkələri və qitələri bir-birinə yaxınlaşdırdı. Burada məcazi mənada işlənən sözümüz yaxınlaşdırdı sözüdür. Çünki beləliklə yaxınlaşdırdı sözün, yəni bir növ məlumatı almaq bir-birinə əlçatan oldu, daha yaxın oldu, daha tez olduğuna görə burada yaxınlaşdı sözü məcazi mənada verilmişdir. C tapşırığına diqqət edək. Aşağıdakı cümlələrdə işlədilən cərəyan sözünün elektrik cərəyanı ifadəsindəki eyni sözlə müqayisə edin və məna yaxınlığını müəyyənləşdirin. Bildiyiniz kimi təbiətdə cərəyan bir elektrik cərəyanı, bir də okeanlarda baş verən hava axınının yer dəyişməsidir. Hərəkətinə biz cərəyan deyirik. Gəlin görək buradakı cümlələr necə verilmişdir. 1. Ekvatordan qütblərə doğru hərəkət edən okean axını Golfstrom cərəyanı adlanır. Hadisələr inanılmaz sürətlə cərəyan edirdi. Burada cərəyan edirdi sözləri verilmişdir. Birində cərəyan dediyimiz kimi suyun okeanda hərəkətidir, cərəyan. Digər cərəyan sözü isə hadisələr. Burada isə sözlərin, deməli, hadisələrin cərəyan etməsi, baş verməsi kimidir. Yəni, hər iki halda bu söz açar söz kimi hərəkət deməkdir. Yəni, hərəkətdə olmaq deməkdir. İstər hadisələrin hərəkətdə olub cərəyan etməsi, istərsə də okeanda suların hərəkət etməsini bir sözlə, yəni hərəkət sözü ilə açar söz kimi ifadə etmək olar. Belə qeyd etdim, açar söz hərəkətdir, hər iki cümləmizdə. Dəyərli izləyicilər, növbəti 86-cı səhifədəki tapşırıqlarla dərsimizə davam edirik. C tapşırığında deyilir ki, mətndə hansı suala cavab yoxdur? A. Morzenin teleqraf sistemini əvvəlkilərindən üstünlüyü nədə idi? Buna cavab tapa bilərik. Avropa ilə ABŞ arasında
teleqraf xəttinin çəkilməsində hansı çətinliklər var idi? Buna da cavab tapa bilirik. Yəni ki, arada təbii ki, bu Atlantik okeanı kimi nəhəng su hövzəsi vardır. C. Avropada ilk teleqraf xətti hansı şəhərlər arasında çəkildi? Buna cavab tapa bilmirik mətnimizdən. Vaşinqtondan Baltimora teleqraf xətti neçənci ildə çəkildi? Bu cavabı da tapa bilirik. O yüzden bizdə C sual, daha doğrusu tapşırığımızın doğru cavabı C variantıdır. Düşün və cavab ver rubrikasıdır. Tapşırığına baxaq. Mətndəki faktlardan istifadə etməklə hansı suala cavab tapmaq mümkündür? A variantı, Morzenin ingilis dili üçün yaratdığı kod sistemi başqa dillərə necə uyğunlaşdırıldı? Bu sual biraz deyə bilmərik. B variantında elektrik teleqrafını ixtira edən Morzenin neçə yaşı var idi? Bəli, bunu deyə bilərik. Bu suala cavab tapa bilərik ki, Morzenin o zaman 46 yaşı vardı. Morze əlifbasında durğu işarələri üçün kodlar varmı? Bu suala da cavab tapa bilmirik. Sonraki dövrlərdə Morzenin teleqraf sistemində hansı dəyişikliklər edildi? Bu suala da cavab yəni tapmaq mümkün deyil bizim mətnimizdə. Keçək tapşırığına. Mətnə əsasən aşağıdakı fikri əsaslandırın. Deməli, 19-cu əsrin 50-ci illərinə qədər Claude Chapin optik teleqrafı Avropada əsas rabitə vasitəsi olaraq qalırdı. Çünki uşaqlar o zaman müxtəlif hərfləri işarə etmək üçün çoxlu naqillərdən istifadə etmək lazım gəlirdi və o informasiya yazıya alınmırdı. Ona görə də elektrik teleqrafı Avropada geniş yayılmış optik teleqrafı üstələyə bilmirdi kimi cavablandıra bilərik. Keçirik Ə tapşırığına. Ə tapşırığında gördüyünüz kimi bizə bir sxem verilmişdi. Gəlin bu sxemlə tanış olaq. Deməli, əvvəlcə tapşırığın şərtini oxuyaq. Ə tapşırığı oxuduğunuz mətndən və təbiət fənnindən elektrik haqqında əldə etdiyiniz biliklərdən çıxış edərək aşağıdakı sxemi şərh edin. Gördüyünüz kimi bizə bir qurğu verilmiş, sxem verilmişdi. Burada bir ötürücü qurğu stansiyadır. İkinci isə qəbul edici stansiya. Deməli, burada məlumat qəbul edici stansiyaya ötürülür. Elektrik xətti, üçüncü xətti bu iki stansiyanı bir-birinə birləşdirir. 4 elektrik mənbəyi gördüyünüz kimi burada yerləşmişdir. 5-ci ötürücü açarımız var. 6 elektromaqnet, gördüyünüz kimi digər qəbul edici stansiyadadır. 7-də qələm. Bu qələm dediyimiz məlumatı yazıya alan bir hissədir bu sxemdə. 8-də isə fırlanan val, 8. Baxın, fırlanan val nəyi? Buradakı bu kağızı deyək də fırladır. 9 kağız çəkən çarxlar, yəni burada fırlanır bu çarxımız, val daha doğrusu. Burada isə çarxlar həmin kağızı fırladaraq çəkirlər. 10-cu isə kağız lentdir. Gördüyünüz kimi bu yazıları, daha doğrusu məlumatı yazıya alan, köçürdüyümüz vasitədir və kağız rulonu 11-ci sxemdə göstərilən 11-ci nömrəli şəkil deyək də hissədir. Deməli, elektrik haqqında biliklərimizdən istifadə edərək belə deyə bilərik ki, ötürücü açar aşağı hərəkət edəndə elektrik xətti qapanır. Onun təsiri ilə elektromaqnet qələmi lentin üzərinə düşməyə məcbur edir və lent hərəkət edərkən üzərində müxtəlif işarələr yazılır. Ötürücü açar yuxarı qalxan kimi elektrik xətti açılır. Qələm yenə yuxarı qalxır. Ötürücü açarın hərəkətindən asılı olaraq lent üzərində ya nöqtə ya da tire meydana çıxır və beləliklə də Morze əlifbası vasitəsilə məlumatı qarşı tərəf qəbul edici stansiyaya çatdırmaq mümkün olur. Beləliklə bugünlük dərsimiz bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər hər kəsə uğurlar.